Salam, xoş gördük hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev. Düz yolun qırağında, yoldan ikinci ev. 145 min manatadır. 2 mərtəbəli evdir. Siz təsəvvür edirsiniz, 8 daş kürsülü ancaq birinci mərtəbəsidir. Çox yüksək keyfiyyətlə tikilmiş evdir, paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Nəqd satışa da yararlıdır bu ev. İpoteka ilə də ala bilərsiniz. Qaz, su, işıq sayğacları var, kanalizasiyası birbaşa mərkəzi xəttə qoşulmuş kanalizasiyadır. Evimizin bu tərəfində də yeri var, arxa tərəfində də yeri var. Hasarlar evin sol kolu belə qabancıqla bəzədilib, şəbəkə pəncərə, balkonlu, çox belə qəşəng evdir. Bax, jalüz qapısı var, bu da onun kaletkası. Mərkəzi kanalizasiyanın da trapı buradadır. Hasarların üstündə hamısında işıq var. 5 otaqlı evdə. 2 mərtəbəli 5 otaqlı ev. Deməli, polu da monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Aşağıda qonaq otağından başqa əlavə bir yataq otağı da var. 145 mindən ev yəsi belə dedi. Qəti narahat olmasınlar, yaxşı endirim eləyəcəyik. Mütləq gəlin bu evə baxın. Burada da evimizin padval hissəsidir, bax. Burada. Burada da padvalıdır. Çox qəşəng səliqə sahmanla tikilmiş və quru ərazidə olan evdir. Çünki bu yoldan ikinci evdir. Heç ümumiyyətlə məhəlləyə çox giriş eləmirsiniz. Zəhmət olmasa yavaş-yavaş yaxınlaşaq evə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 daşdan sonra birinci mərtəbəyə çıxırsınız. Təsəvvür eləyin. Bu da evimizin girəcək hissəsidir. Bax belə. Görürsünüz, kermogranitlər olan yerlər istipoldur, otaqlar ancaq radiatordur. Buradan pilləkənimiz çıxır ikinci mərtəbəyə. Deməli, bir də izah edən 1 ilə 2-nin arası da monolitdir, yeri də monolitdir. Bax, burada belə güzlü qəşəng düzəldilib. Buradan hamam tualet birinci mərtəbənin. Bir dənə böyüklüyünə, bunun kvadratına baxın. Çox böyük, otaqlar da böyüdür, hamam tualetlər də böyüdür. 90 kvadrat aşağıdır, 90 kvadrat yuxarı. Ümumilikdə 180 kvadratlıq evdir. 145 min manatadır. Yaxşı endirim olunacaq. Qiymətindən qəti narahat olmuyor. Bura zalıdır, qonaq otağı. Bax, görürsünüz, pəncərələri iri pəncərədir. Bütün demək divar boyu pəncərədir. Bura TV stentin yeridir, televizor quraşdırılacaq. Burada da xüsusi belə bir üzbəüz dekor düzəldiblər. Yəqin divan kreslolu burada qoymaq üçün eləyiblər. Yeri laminatdır. Otaqlar, demək, otaqlar laminatdır, radiatordur, görürsünüz. Amma koridor, hamam tualet, mətbəx istipoldur. Buradan sonra gəlin mətbəxə. Bax, mətbəx də böyüdür. 90 kvadrat aşağıda, 90 kvadrat yuxarı. Bütün otaqlar böyüdür. Bax, mətbəx, mebel arası, kermogranit kvadrat, bütün nöqtələr qoyulur. Yeri də istipoldur. Qəşəng mebelin üstünə də işıq düzəldiblər. Əlavə dediyim yataq otağı da buradır. Birinci mərtəbədə qonaq otağından başqa bir dənə də burada belə bir yataq otağı var. Otaqlar ataplenli, radiator olacaq, koridor, hamam, tualet, mətbəx, istipol. Burada da pilləkənin altında istipolun korrektorun yerləridir. Bax, görürsünüz, bunun pilləkəni fərqlidir. Çox qəşəng pilləkəni düzəldilib. İndi inşallah gələndə canlı görürsünüz, lap xoşunuz gələcək. Burada monolitdir, bax. Bu hissə monolitdir. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxandan sonra burada belə bir yataq otağı var. Çox böyük yataq otağıdır. Baxın, görürsünüz kvadratı nə boydadır. Bax, burada da TV stentə yer qoyulub. Eyni birinci mərtəbədə necə burada deyilədir. Yeri laminatdır. Sonra buradan keçdik bu bursi yataq otağına. Görürsünüz kvadratın böyüklüyünü. Balaca otaqlar burada yoxdur. Gələndə canlı görəcəksiniz bunu. 145 min manatadır paket kupçalı ev Saray qəsəbəsində. Əsas yol var ha, o bələdiyyə yolu, o mərkəzi poçt. Oradan ikinci evdir. Bu otağı da göstərək. Bir otaq buradadır. Ümumilikdə 5 otaqlı evdir. Sonra ikinci mərtəbənin hamam tualetini göstərək. Bir dənə buradan zəhmət olsa balkonu da göstərək. Ümumi bir dənə baxaq bura. Gəlin, bax, balkona da baxaq. Bax, balkon. Yola bir dənə zəhmət olsa yola baxaq, əsas magistral yola bax. Maşınlar keçir, görürsünüz. Yaşayışın tən ortasıdır, yəni sarayın düz mərkəzindədir. 145 min manatadır, 2 mərtəbəli evdir, 5 otaqlı evdir. Qiymətində yaxşı endirim eləyəcək ev sahibi. Mənə bax, belə dedi. Dedi ki, qoy gəlsinlər, baxsınlar, yaxşı endirim eləyəcək. Mütləq gəlin bu evə baxın, danışın, nəqd satışa da yararlıdır, ipotekaya da yararlıdır. Bu evi götürün. Sağ olun.